Ara yerdə saqqal getdi, Allah hamd olsun. Nə var? Yaraşır? Yaraşıram. Allah ara yaraşır. Nəzərən sən uşaq oxşuyur, yara yaraşır. Uşaqlar, hər birinizi salamlayıram. Ümidvaram ki, yaxşısınız. Fıdı Futbol kanalına xoş gəlmisiniz. Əslində bu video Atletico Madrid Barcelona oyunundan dərhal sonra çəkilsəydi, tam başqa səs tonunda danışacaqdım və tam başqa emosiyalarda olacaqdım. Amma artıq oyunun üstündən 2-3 gün keçib və özümə gəlmişəm. Hər halda siz də özünüzə gəlmisiniz. Ona görə biraz sakitləşmişəm, biraz özümü kontrol altına almışam. Amma inanıram ki, çəkilişin hansısa yerlərində partlayacam. Qardaşım, bacım, nə deyim, alınmır da, alınmır. Bizim bu işdə, bizim bu məsələdə bəxtimiz gətirmir. Yoxdur da, taleyimizdəmi yoxdur, qismətimizdəmi yoxdur, anlaya bilmirəm. Yazılmayıb elə bil. O söhbət var, deyir, bəzi çiçəklər bəzi bağlarda bitməz. Bu da bizə aiddir məncə. Alınmır. Nələr etsək də, nə qədər çabalasaq da, nə qədər əlləşsək də, vuruşsaq da alınmır. Ya bəxtsizlik olur, ya təcrübəsizlik olur, ya başqa füsurlar ortaya çıxır. Anlaya bilmirəm. Barcelona Çempionlar Liqasında elə bil tilsimlənib. Barcelona Çempionlar Liqasında oynayanda elə bil ki, dünyanın axırı olur onun üçün. Sakit futbolunu oynaya bilmir. Özünü itirir. İndi qayıdıb deyə bilərsiniz ki, Fuad, komanda cavandır. Cavan uşaqlardan ibarətdir. Təcrübələri yoxdur. Okey, hardasa razıyam. Amma bu 2016-cı ildən belədir, qardaşım. 2016-cı ildən biz beləyik. Hər dəfə hardasa səhv buraxırıq. Onda da heyət cavan idi. Onda da nəsə problemlər var idi. Liverpool'la oyunda heyət cavan idi bəyəm. Roma ilə oynayanda heyət cavan idi. Ondan yaxşı heyət ola bilərdi. Alınmır da, Murat, alınmır. Deyə bilərsiniz ki, bəs bu mövsüm niyə alınmadı? Əslində alına bilərdi. Şansımız da var idi və komandaya inanırdıq. Okey, heyətimiz yaxşı deyildi. Heyətimiz tam olaraq kompakt və bərk heyət deyildi. Amma bəxtimiz gətirmişdi püşkatmada. Ötən çıxışlarda mən bunu demişdim. 2 mövsümdür ki, Barcelona'nın play-offlarda bəxti gətirir. Və bu mövsümdə istisna olmadı. Və Barcelona bu püşkatmayla azı yarım final görməli idi. Azı yarım final görməli idi, dostlar. Amma görə bilmədi. Burada günahkar kimdir? 3 günahkar var. Birinci, Laporta. 2, işini qeyri-peşəkar görən Deku və Alman prinsipiallığından imtina etməyən dəli Hansi Dieter Flick. Başqa variant yoxdur. Laporta mövsümün əvvəlindən basır, onlar alınacaq, bunlar alınacaq. Özümüz də çox gözəl bilirik ki, alınmayacaq. Çünki komandanın maliyyə durumu ideal deyil. Nəinki ideal deyil, yaxşı belə deyil. Deku Laportanın tüpürdüyünü yalayır. O nə deyirsə o da onu razılaşır. Yəni, onları artıq mən bir hesab edirəm, bir insan kimi sizə təqdim edirəm. Sən əgər transferlərə pul xərcləyə bilmirsənsə, heç olmasa yalandan azarkeşlərə ümid vermə. Biz onsuz da mövsümün əvvəlində bilirdik ki, komanda Çempionlar Liqası qazanacaq səviyyədə deyil. Kör, gör, biz bunu görürdük. Amma komandada o qədər istedadlı uşaqlar var ki, Lamine Yamal olsun, Pedrisi olsun, Kubarsisi olsun, Rafinha kimi təcrübəli oyuncusu olsun və digər oyuncular. Onlar bizə ümid verdilər. Hələ bu lax heyətlə, oturuşmamış heyətlə gəlib bura çıxdılar. Digər səbəb isə Hansi Dieter Flick'dir. Mən Hansi Dieter Flick'i çox sevirəm. Ən çox sevdiyim baş məşqçilərdən biridir. Bunu hamınız çox gözəl bilirsiniz. Və mən hal-hazırda Flick'i pisləmək istəmirəm və yaxud demək istəmirəm ki, Flick out, Flick'i qovaq, Flick'in yerinə Fabregas gəlsin, nə bilim o gəlsin, bu gəlsin. Yox. Amma Flick biraz rasional olmalıdır. Flick biraz öz prinsiplərindən imtina etməyi bacarmalıdır. Bilmirəm mənimlə razılaşacaqsınız yoxsa yox, amma Barcelona'nın
Flick dönəmində 2 vacib oyunu oldu ki, hər ikisində Flick altın qoydu. Hər ikisində. Bu Interlə oyunları idi və Atletico Madrid ilə oyunları idi. Halbuki hər şey öz əlimizdə idi. Flick öz prinsipiallığı ilə, öz Alman tərsliyi ilə əlimizdə olan nəticəni verdi rəqibə. İndi isə keçək oyun haqqında danışaq. Oyunun emosional hissəsini qoyaq bir kənara. Sırf köklənək oyunun özünə. Barcelona'ya nə lazım idi? Barcelona'ya 2 gol lazım idi. Barcelona bunu vura bilərdi, əlbəttə. Yəni Barcelona bu gücdə idi. Sadəcə olaraq mən anlaya bilmirəm ki, Barcelona Metropolitano'da oynadığı oyunu nəyə görə Camp Nou-da oynamadı? Və Barcelona oyunun taleyinin 50%'ni artıq 25-ci dəqiqəyə həll etmişdi. Bizə minimum 2 gol vurmaq lazım idi ki, hesabı bərabərləşdirək və oyunu qaydasına salaq. Ritmə salaq, tonusu tutaq və sakit şəkildə davam edək. Hamımız bilirdi ki, ilk 15 dəqiqədə əgər Barcelona bir gol vursaydı, artıq hər şey başqa cür olacaqdı. Və biz bu ilk 15 dəqiqədə golumuzu vurduq. Hətta ilk 25 dəqiqədə 2 gol vurduq. Bundan yaxşı bir senari ola bilməzdi. Və Atletico Madrid oyuncuları təkərdə idilər. Hər bir oyuncusu təkərdə idi. Onlar artıq mandrajdaydı ki, ay Barcelona qayıdır. Bunların qarşısını ala bilməyəcək. Biz beyinləri çönüb. Və doğrudan da elə idi. Komanda dayanmırdı, sıxırdı. Az qala 3-cü golu vuracaqdıq. Yazıq Fermin Lopez vura bilmədi. Qapıcı çıxartdı. Sifəti getdi. Və oyunun qırılma nöqtəsi ora oldu. Deyə bilərsiniz ki, necə ilə qırılma nöqtəsi? Məsələ Fermin Lopezin gol vura bilməməsi deyil. Məsələ Fermin Lopezin zədələnməsi idi. Fermin Lopez zədələndi. Azı bir 6-7 dəqiqə yerdə qaldı. Həkimlər ona nəsə orada eləyirdilər. Və bu Atletico Madridə çox sərf edirdi. Onlara pauza lazım idi. Onlar təkərdə idilər, bilmirdilər nə etsinlər. Və bu pauza göydən düşmə bir hədiyyə idi ki, rahatlayaq, oyunun tempini öldürək. Atletico'nun məqsədi oyunun tempini öldürmək idi, başqa heç nə. Çünki sürətli oyunla Barça ilə oynaya bilmərsən. Bu onlara sərf etmir. Və burada biz nə etməliydik? Ağıllı şəkildə, rasional şəkildə öz oyunumuzu oynamalıydıq. Lazım olan nəticəni əldə etmişik. Oyunun taleyinin 50%'ni həll etmişik 25-ci dəqiqəyə və rahat şəkildə hər şeyi yenidən başlamalıyıq. Yox, Flick hoqqa verir. Flick müdafiəni qaldırıb qoyub mərkəzə, yüksək blokdan oynayır. Yox, mən öz futbolumu oynayacağam. Nə olsun Atletico Madriddir? Nə olsun Real Madriddir? Nə olsun Bayerndir? Mən öz futbolumu oynayacağam. Mən geri çəkilən deyiləm. Qardaşım, günümüzdəki futbolda bu girmir də, brat. Bunu anlamaq belə çətindir. Sənə Interdən oyun dərs olmadı? Biz nəyə görə uşaq səhvinə görə mərhələni aşmayaq? Bu uşaq səhvidir bu. Oyuna da yüksək blokdan oynama, orta blokdan oyna. Biraz aşağı blokdan oyna. Rəqibin oyun stilinə uyğunlaş. Rəqibin oyununa adaptasiya ol. O demək deyil ki, illa ki sən ancaq öz futbolunu oynamalısan. Bu heç arada yazılmayıb. Başa düşürəm, indi sən böyük baş məşqçisən, öz futbolunu yeridirsən, rəqibə fərq qoymursan, rəqibə ayrı seçki eləmirsən, yəni Atletico'sudur, Real'ıdır, Getafe'sidir, Elche'sidir, nə bilim Southampton'ıdır, fərqi yoxdur. Amma bura Çempionlar Liqasıdır. Burada hardasa nədəsə dəyişikliklər etmək lazımdır. Lukmanın qolu hər şeyi dəyişdi. Hər şeyi dəyişdi. Oyunun ikinci qırılma nöqtəsi Lukman qoluydu. Siz Allah Lukman qoluna baxın. 3 ötürməyə Atletico Madrid qol vurdu. 3 ötürməyə. Müdafiə xətti hardaydı? Gəlib çatmışdı mərkəz xəttinə. Orada mən nə Erik Garcia'nı qınaya bilərəm, nə Kundeni qınaya bilərəm. Orada Maldini olsa belə, orada Cannavaro, Puyol, nə bilim, Pique olsa belə o epizod qolla bitəcəkdi. Lazım idi bizə həmin an yüksək müdafiə xətti. Yox. 2-0 udursan, Atletico təkərdə, biraz relax, topu ver Atletico'ya qoy oynasınlar. Özləri salacaqlar. Yox, Flick deyir qardaşım, yox,
Sıxmaq lazımdır, sıxmaq. Razıyam. Onsuz da Atletico Madrid təkərdə idi və bundan istifadə edib qollar vura bilərdik. Amma rasional şəkildə bunu etmək lazım idi. Tümüzü çöldə qoyub etmək lazım deyildi bunu. Sən total olaraq hücuma köklənmisən və buna hal-hazırda ehtiyac yoxdur. 2-2 hesab. Rahat oyna, relax. İkinci isə lazımi oyunçuları əvəz elə və oyunun taleyini həll et. Bunu Azərbaycanda oturan Fuad deməməlidir Filikə. Bunu Filik bizdən daha yaxşı eləyir, daha yaxşı bilir. Amma niyə etmir mən anlamıram. Niyə həmişə Filik lazımlı oyunlarda belə səhvlərə yol verir, mən anlaya bilmirəm. Oyunun hakim olan Türpen haqqında danışmaq istəyirəm. Mən demişdim ki, Türpen Real Madridin ofisində işləyir. Mən səhv demişəm. Deyəsən elə Atletico Madridin ofisində işləyir, amma Madriddə işləyir. Türpen heç vaxt mənim xoşuma gəlməyib. Özün aparması, özün belə dartması, eləməsi, güya ki, hər şey kontrol altındadır, hər şey mənim nəzarətim altındadır. Amma da sənin altında deyil. Birisən sən Türpen, sən bir köpüklük hakim deyilsən, bunu açıq şəkildə deyirəm. Nəyə görə? İlk olaraq mən Musso ilə Fermin epizod haqqında danışmaq istəyirəm. Mən həmişə obyektiv olmuşam, özünüz məni çox yaxşı tanıyırsınız. Mən yalandan basan deyiləm ki, o qırmızı vərəqə nə bilim nə. Orada Musso'nun heç bir günahı yox idi. Baxmayaraq ki, çox ağır bir epizodu idi. Fermin Lopez'in burnu, sifəti sına bilərdi də orada yəni. Amma orada qırmızı vərəqəli bir şey yox idi. Musso heç nə etmədi ona. Musso topa oppandı, ayağını açdı belə. O da gəldi onun ayağına girdi. Okey, bunu anlayıram. Amma mənə bir nəfər izah etsin. Olmo'nun epizoduna görə hakim nəyə görə penalti təyin etmədi? Tüpürün penaltiyə. Nəyə görə VAR-dan xəbər gəlmədi? Mənim sualıma cavab verin. Nəyə görə? Penalti deyildi o. Adam cərimə meydançasının içərisinə daxil olur, artıq topu sağa çəkib zərbə endirməyə hazırlaşır. Bu anda Llorente onu iki əli ilə tələyir. Daha sonra ayağı ilə topa toxunur. Və bizim şərhçilər qayıdıb deyir ki, bu topa oyunuydu. İlk toxunuş topa idi. Çox sağ olun. Azərbaycan futbolu sizdən çox inkişaf edəcək, dostlar. Çox inkişaf edəcək. Biraz obyektiv olmağı bacaraq da zəhmət olmasa. Və həmin epizodu Erik Garcia ilə Sorlot'un epizodu ilə bir tuturlar. Deməli, Erik Garcia bir əli ilə itələyəndə bu fauldu, amma Llorente iki əli ilə itələyəndə bu faul deyil. Halal olsun sizə. Ümumiyyətlə, Türpen oyunda çox qərəzli qərarlar verirdi, belə qəribə qərarlar verirdi. Hətta yüngül epizodlarda belə onun verdiyi qərar belə agresiya ilə qarşılanırdı. Lamine Yamal'ın mamasının böyrü üstə qoymuşdular. Gələn-gedən ona təpiyi vururdu. Sarı vərəqə vermək deyilən bir şey yoxdur. Yəni yoxdur. Atletico Madrid elə bir komandadır ki, mundar futbol oynayır. Atletico Madrid agresiv futbol oynayır. Oyunçuları zədələnmək prinsipi ilə futbol oynayır və onlara ən azı hansısa bir yerdə sarı vərəqə vermək lazımdır ki, yəni mən buradayam, ay Atletico. Yəni biraz anormal oyna. Sən Atletico'nun oyunçularına şərait yaradırsan ki, Atletico agresiv futbol oynasın. Və ara yerdə bizim oyunçular gedir. Cancelo ilə Koke mübarizə aparır. Koke özün yerə atır. Cancelo'dan heç bir toxunuş yoxdur. Hakim faul verir. Ferranın qol epizodu. Ferranın qol epizodundan razıyam. Orada offside var idi. Qavi zərbə endirən zaman Ferran onsuz offside-daydı. Yəni zərbə endirən zaman top oyunçuya dəydi, qayıtdı, amma ona qol vermək olmaz. Belə biz həmin soyuq başdan düşünəmədik həmin zaman. Bəzilərimiz qol dedi. O qol deyildi. O offside idi. Onu saymalı deyildi hakim. Erik Garcia Sorlot'un epizodu haqqında danışmaq istəyirəm. Bəziləri deyir ki, Kunde çatacaqdı Sorlot'a. Bəziləri deyir çatmayacaqdı. Bəziləri deyir ki, Sorlot'un 100 kilo çəkisi var. Erik Garcia'nın bir dənə o toxunuşu ilə yıxıla bilməzdi. Hakimi aldatdı. Tutaq ki, belədir. Tutaq ki, belədir. Nə dəyişir? Yəni, Sorlot'un elə bir avantajı var. Toxunuş var, artıq yıxıla bilər. O 100 kilodur, 200 kilodur, girmir. Yəni, orada baxılmır ki, qaqaş, sən 200 kilo olsan, sən toxunuşdan sonra yıxılmamalıydın əslində. Sən niyə yıxıldın? Futbolda elə bir anlayış yoxdur. Bəli, sərt bir müdaxilə deyildi. Bəlkə də Kunde çata biləcəkdi. Amma hakimlər belə yerlərdə qırmızı vərəqəni belə rahatlıqla verməməlidirlər. Çünki bu vacib bir oyundur və o qırmızı vərəqəli tam epizod deyildi.
Demirəm ki, verməli deyildi. Verə bilərdi, layiq idi. Amma verməyə də bilərdi. Bu epizod sırf olaraq indi Kamavinga'nın epizoduna bənzəyir. Mən onu izah eləyəcəm nə demək istəyirəm. Amma yenə də biz priключение axtardıq. Yəni hara fırladırsınız, fırladın. Açıq deyəcəm də, mən belə sərt danışmamışdım. Yəni bu məğlubiyyətin başlıca səbəbi, yəni ən birinci səbəbi Flickdir. Ümumən mövsümün belə olmasının səbəbi Laportadır, Deko'dur, o başqa məsələ. Amma sırf bu oyuna baxsaq, bu duelə baxsaq, burada bir nömrəli günahkar Flickdir. Interlə oyunda buraxdığı səhvləri yenidən buraxdı. Hesab 2-1 olanda belə yenə də hündür müdafiə ilə oynadı. Əvəz etmələri gecikdirdi. Başıva dönüm. Olmo 55-ci dəqiqədən sonra yox idi oyunda. Adamın ciyəri dağılmışdı, top saxlaya bilmirdi ayağında. Olmo'nu 90-cı dəqiqəyə kimi sən oyunda niyə saxlayasan? Frenkie de Jong. Frenkie de Jong Pedri'nin bilirsiniz nədir? Sehirli çubuğudur. Pedri özü sehirbazdır. De Jong da onun sehirli çubuğudur. Pedri De Jong'la tandem oynayanda çox rahat olur. Və De Jong'u sən 80-cı dəqiqədə oyuna salırsan. Sən kayıfdasan, nə 80 ala, məzələn sən sal da bu De Jong oyna. Bilirəm, zədədən qayıdıb, amma da girən girib də oynat da bunu. Rashfordla Lewandowski oyuna girdi, oyunun sürəti azaldı. Onlara da qınamıram. Nəyə görə? Çünki yarım müdafiə xətti o qədər yorğun idi ki, yarım müdafiə hücuma top çatdıra bilmirdi. Frenkie de Jong daha tez girməli idi oyuna. Cəhənnəm Casadonu sal oyuna, Bernali sal. Demişdilər ki, Bernal 10 dəqiqə oynaya bilər. Sal da bunlar da. Yarım müdafiə bizdə siz nə idi? Daha önce leş idilər də, oynaya bilmirdilər. Mənim daha sözüm yoxdur, Allah haqqı. Rooney Barkin adam mövsüm ərzində cəmi 3-4 dənə oyunda oynadıb. Atletico Madriddən oyuna salır, güya vabank gedir. Daha önce variant yoxdur da, çıxış yolu budur. Bu adam da çox gözəl oynadı. Halal olsun Rooney Barkin'ə. Görsətdi ki, baxmayaraq daim oynamır, amma adam məşq edir və öz tonusunu saxlayır. Pis oynamadı. 2-3 ötürmə etdi ki, cərimə meydançasına hamısı lazım olan nöqtəyə getmişdi. Lewandowski bədbax qapısının üstünə vurdu. Nə bilim, Araujo axırıncı dəqiqələrdə çölə vurdu. Araujo'nun epizodu vəbşə heç nədir. Bomboş idi, topu çölə vurdu. Nə bilim daha. Alınmır. Nəysə. Bu Yamal'la Pedri'ni Espanyolla oynasan niyə 90 dəqiqə oynadasan? İndi orada əvəz etmə olmuş deyəsən, Yamal çıxmışdı ya da Pedri çıxmışdı, amma çox oynadılar da, bir 80-90 dəqiqə oynamışdılar. Tonus tutmaq üçün onlar oynayanda daha yaxşı olurlar. Anlayıram tonus tutmaq üçün. Yəni bu Yamal'la Pedri 5 ay zədəli olmayıblar ki, o aralarındakı o ximiya pozulsun. Oynatdın onları birinci hissə 50 dəqiqə, 60 dəqiqə oynatdın, çıxart bayırda, sən Atletico ilə oyun gözləyir. Atletico Sevilla ilə oyna 5-ci heyətlə getmişdi, 5-ci heyətlə. Onlarda tonusu yoxdur bəyəm. Onlar bəyəm şeydir, nədir ona da, robot kimi oynayırlar. Belə baxanda robot kimi oynayırlar. Yəni oyunları yoxdur adamların. Amma Flick əvəz etmələrdə də altın qoydu. Zarafatsız, mən Flick'i belə tənqid etməmişdim. Flick bu oyunda altın qoydu. Çox pis altın qoydu. Sırf olaraq bu məğlubiyyət mərhələni keçə bilməməyimiz sırf onun haqqınadır. Sırf onun alnına yazar. Başqa variantı yoxdur. Hündür müdafiə xətti, lazımsız pressing, bəzən lazım olan yerdə müdafiə olunmaq yerinə hiperaktiv pressing eləyir rəqibə, dala çəkilmək lazımdır, hücum eləyir, hücum etmək lazımdır, dala çəkilir, anlaya bilmirəm. Yəni, bəzi şeyləri dəyişmək lazım idi. Yəni, Flick biraz daha rasional olmalı idi. Gavini neçə dəqiqə oynatdı, indi yadıma düşdü. Gavini 90 dəqiqə oynatdı, neçə dəqiqə oynatdı. Yadıma gəlmir. Gavi də babat oynadı. Gavi 5 ayda, 6 ayda futbol oynamır, hətta çox. Onu nəyə o qədər çapızdırasan ki, başıma dönüm, ay Flick. Bu De Jong'u vaxtında sal oyna, bir dirijor girsin də oyna. Nə bilim. Komanda ilə fəxr edirəm dostlar. Bilirəm siz də fəxr edirsiniz. Flickdən danışdıq, oyunçulardan danışdıq, amma bu komanda vuruşdu. Bu komanda axıra kimi mübarizə apardı. Lamine Yamal'a alqış düşür. Lamine Yamal'a təşəkkür düşür. Əsl lider keyfiyyətlərini göstərdi bu oyunda. Lamine Yamal göstərdi ki, 18 yaşının olmasına baxmayaraq bu komandanın lideridir. Lamine Yamal göstərdi ki, o mental liderdir. Lamine Yamal göstərdi ki, o
güclü futbolçudur. Elə belə futbolçu deyil. Çoxsu Lamine Yamalı qınayır oyundan sonra ki, individual oynayır, ötürmə vermir. Kimə versin? Onu anlayan oyuncu var orada. Tək-tük oyuncu var. Pedri'dir, Olmo'dur, Fermin'dir. Yazıq tək qalıb. Rafinha da yox idi ki, Rafinha ilə nəsə anlaşma qursun orada, nəsə hoqqa versinlər. Yox idi. Orada ancaq öz öhdəliyinə götürməliydin hər şeyi ki, Lamine Yamal bunu elədi. Lamine Yamal hər şey elədi. Yəni bu oyunda qınanacaq ən axırıncı adam, tənqid olunacaq ən axırıncı adam Lamine Yamaldır. Başqa heç kim. Yəni variant yoxdur. Komanda kişi kimi mübarizə aparıb məğlub oldu. Buradan Atletico Madrid azarkeşlərini təbrik edirəm. Amma Atletico Madridin rəsmi səhifəsində baxıram paylaşımlar olunur. Barcelona lağ eləyirlər, nə edirlər. Valla siz bu futbolla qalib gəlib Barcelona'ya lağ eləyirsinizsə, tüpürüm elə futbola da. Rusların bir sözü var, deyirlər ki, победители не судят. Yəni qalibi mühakimə eləmirlər. Yəni qalib qalibdir. Okey, razıyam. İllər sonra heç kim deməyəcək ki, bu Barsa ideal futbol oynayırdı. Heç kim deməyəcək ki, bu Barsa gözəl futbol oynayırdı. Hamı deyəcək ki, Atletico Madrid Barcelona'ya keçdi. Çünki nəticə yadda qalır, razıyam. Bəzən nəticəyə oynamağı bacarmaq lazımdır. Əziz dəyərli Flick. Nəticəyə oynamaq lazımdır bəzən. Bilirəm, gözəl futbol, maraqlı futbol oynatmaq istəyirsən, adva layiq futbol oynatmaq istəyirsən, göstərmək istəyirsən ki, sən Atletico Madrid deyilsən. Amma bəzən nəticə oynamağı bacarmaq lazımdır. Bəzən hardasa yalandan ibnəlik eləmək lazımdır. Bunu hamı eləyir. Bunu Real da eləyir, bunu Bayern da eləyir, bunu Barsa da eləməlidir, bunu Inter də eləyir. Amma siz eləmirsiniz. Oyun yaddan çıxır, amma nəticə həmişə qalacaq. Və məni yandıran odur ki, bu komanda getdi Atletico Madrid uduzdu. Anti-futbola uduzduq biz bu gecə. Biz futbola uduzmadıq. Bayernə uduzsaydıq, Real'a uduzsaydıq, nə bilim, City'yə uduzsaydıq, PSG-yə uduzsaydıq, tüküm belə tərpənməzdi. Deyərdim ki, halal olsun, komanda vuruşdu, kişi kimi rəqibə qarşı mübarizə aparırdıq. 12 nəfər qapıda otururlar. Stadion otun özləri bilə-bilə səhv kəsirlər ki, top getməsin. Oyun ərzində bütün gün mundar hərəkət edirlər və axırda bu komandaya azarkeşdirirlər. Atletico Madriddə azarkeş olmaq padlo bir şey deyil. İstənilən komandanın azarkeş ola bilərsən. Valensiyanın da azarkeş ola bilərsən. Belə baxanda Valensiya Atletico'dan 5 baş üstün bir komandadır. Heyf ki, hal-hazırda bu durumdadılar. Sən gəlib Celta'nın da azarkeş ola bilərsən. Belə bir məcburiyyət yoxdur ki, sən gedib ancaq ən yaxşı oynayan komandanın, top klubunun azarkeş olmalısan. Orta səviyyəli klubun azarkeşli olub, onu sevə bilərsən, ona azarkeşli edə bilərsən. Amma əgər azarkeşli etdiyin komanda belə cındırlıq eləyirsə, yəni belə futbol oynayırsa və bütün dünya onu lağ edirsə, yəni belə komandanın azarkeş olmaqdansa mən futbola baxmaram. Heç bir şey, neysə. Ay günümüzə bax ki, Çempionlar Liqasında İspaniyanı Atletico Madrid təmsil eləyəcək. Pay içində zibil. Daha mənim sözüm yoxdur. Real Madrid, Bayern München. Nə deyim dostlar? Real azarkeşləri. Başınız sağ olsun. Alınmır. Sizə də alınmadı, bizə də alınmadı. Çox ümidliydim ki, finalda El Clasico görərik, amma olmadı. Bayern München canavar kimi oynadı sizə qarşı. Yəni bunu boynumuza almalıyıq. Kaş bizim də rəqibimiz Bayern München kimi rəqib olardı. Bizə 8 dənə qol vurardı. İnanın Allaha mən sevinərdim. Mən fəxr eləyərdim o komanda ilə. Heyf ki, bizim rəqib sizin rəqib kimi olmadı. Heyf, çox heyf. İstəyərdim ki, sizin rəqib bizdə olsun. Amma Real Madrid də bu mərhələni keçə bilərdi. Sadəcə olaraq bəzi nüanslar çatışmadı. Oyunun tam əvvəllərində Neuer qərara gəldi ki, Real Madrid üçün bir dənə sürpriz pədərkə versin. Oyunun taleyini elə burada həll edək. Əslində mən belə deyim, o səhvdən sonra Arda Gülərin qolundan sonra işin 50%-ni gördü. Barcelona 25-ci dəqiqəyə işin 50%-ni görmüşdüsə, Real artıq 1-ci dəqiqədə işin 50%-ni gördü. Və Real da Barsadan 5 metr altın qoydu. Amma burada başqa şeylər də var. Atletico'dan fərqli olaraq Bayern München konsentrasiyanı itirmədi. Bayern München təkərə düşmədi. Bayern München özünü elə apardı ki, elə bir ki, belə də olmalıydı. Və ən əsas nüanslardan biri, bu elə belə bir şey deyil ha.
Bayern München bu oyunda 3 dəfə hesabda geri düşdü. 3 dəfə. Real Madrid kimi komandaya qarşı 3 dəfə hesabda geri düşüb və sonda qalib gəlib mərhələ keçmək hər komandanın başı üçün deyil. Və burada biz mentaldan danışırdıq. Real Madridin aurası, Real Madridin o mentalı. Bu öz yerində, bu həmişə olub, var. Amma bəzən o mental disiplin qarşısında aciz qalır da. Bunu biz gördük. Alman disiplini, Alman futbolu və Bayern Münchenin layiqli qələbəsi. Doğrudan da Bayern München layiq idi. Boynumuzu almalıyıq. Atletico Madrid Barcelona oyununda əlbəttə layiq olan tərəf Barcelona idi. Bunu azarkeş olduğuna görə demirəm. Oyuna baxaraq deyirəm. Burada isə az da olsa üstünlük Bayern Münchendədir. Çünki Bayern München oyunun taleyin artıq Santiago'da həll etmişdi məncə. Və Bayern München Santiago Bernabeu'da daha yaxşı oynamışdı, nəinki Allianz Arena'da. Orada onlar biraz ağıllı və rasional olsaydılar, elə oyunun taleyini orada həll eləyərdilər. Bütün taleyini orada həll eləyərdilər. Tchouaméni'nin yoxluğu, Valverde'nin dayaq yarım müdafiəçisi kimi oynaması Real Madrid'ə çox pis qoydu. Valverde əvvəllər dayaq yarım müdafiəçisi kimi oynayırdı və oynaya bilirdi, amma hal-hazırda oynaya bilmir. Valverde dayaq yarım müdafiəçisi deyil artıq. O can atır ki, qabağa getsin, kraylara çəkilsin, sevir o elə şeyləri. Amma bir yerdə durub ancaq qara iş görmək onluq deyil. Valverde qara iş görmək istəmir və bunu yaxşı bacarmır. Onunki hücumdur, onunki nəsə eləməkdir, qabaqda nəsə eləməkdir. Tchouaméni'nin yoxluğu hiss olundu. Bu mövsüm Real Madridin heyətində 4-5 ən yaxşı futbolçudan biridir Tchouaméni və onun yoxluğu doğrudan da Real Madridə təsir etdi. Carreras Mendy seçimi, Arbeloa burada üstünlüyü Mendy'yə verdi. Hamıya təəccüblü gəlmişdi, amma nəzərə alsaq ki, Mendy'nin müdafiə olunması, Mendy'nin müdafiədə daha effektiv olması Carreras'a daha az şans verirdi. Çünki birinci oyunda Olise Carreras'ı mışqa eləmişdi. Amma Mendy daha belə sürətli, daha belə yapışqandı, yəni Olise'yə problem yaşada bilərdi. Və yaşatdı. Əslində birinci hissədə Bayern'in cinahları o qədər də wow bir şey eləməmişdi. Luis Diaz da saxlamışdılar, Olise'ni də saxlamışdılar. Bayern München əksər hücumları mərkəzdən oldu və qollar da mərkəzdən vuruldu demək olar. Amma ikinci hissədə Real Madrid açarını itirdi. Açarını itirdi və Kamavinga'nın qırmızı vərəqə epizodu. Allah haqqı klaunadadır, özüm ölüm. Çempionlar Liqası konkret klaunadaya dönüb də. Biabırçı vəziyyətdəyik. Bilmirəm bu nədir. Bu Barça ilə Real'a qarşı nəsə bulan prinsipi var, anlaya bilmirəm. Bu haqda sonra danışacağam. Belə deyim, Kamavinga'nın ikinci sarı vərəqəsi haqlı sarı vərəqə idi. Bunu boynumuza almalıyıq. Adam əməlli başlı klonluq elədi və bu klonluğu o ötən mövsümdə Arsenal'la oyunda da etmişdi. Birinci oyunda yadınıza gəlirsə əgər. Orada da ikinci sarı vərəq alıb qırmızı vərəq almışdı. Məncə Florentino Perez bunu ona bağışlamayacaq. Mən belə düşünürəm. Nəysə. Sarı vərəqə haqlı idi. Amma bayaqki epizoda qayıdaq da, o Erik Garcia ilə Solothurn epizoduna. Bu oyun elə bir oyundur ki, finala bərabər oyundur. Yəni bu oyunda sən belə şeyə görə qırmızı vərəqə vermərsən də adama. Adam 10 dəqiqədə oyuna girib, birinci sarı vərəqəni aldı, ikinci sarı vərəqədə sadəcə olaraq vaxtı uzatdığına görə, topu rəqibə vermədiyinə görə. Anlayıram, haqlı sarı vərəqə idi, verilməli idi, razıyam. Amma bu oyunun statusu o qədər böyüdür ki, belə söhbətə görə oyunun taleyini həll eləmək olmaz da. Və problem də ondadır ki, hakimin yadından çıxmışdı ki, Kamavinga'ya sarı kart verib. O elə bildi ki, Kamavinga'nın birinci sarı vərəqəsidir. Kimixlə Kane qayıtdı hakimə, dedi ki, ay xiyar, nağarsan, bir dənə sarı vərəqəsi var, qırmızısını da ver bunun. Artıq sarı vərəqəni verib və qırmızı vərəqəni mütləq verməlidir. Verməsə öz-özünü yandıracaq. Amma necə ki, yandırdı. Amma burada Kamavinga'da da günah var. Yəni, günah burada 70% Kamavinga'dadır, 30% hakimdədir. Sən xiyarsan, sən başdan xarabsan, sən dəlisən sən. Elə vaxt uzadarlar. Bir dəfə topu uzatdın elədin, ver də topu at, sonra get. Sən komanda niyə o vəziyyətdə qoyasan ki? Kamavinga oyundan çıxan kimi, Real 10 nəfər qalan kimi Bayern München başladı qoymağa, tap-patap. İşin gördü. Çıxan kimi, sekund, yəni orada 2-3 dəqiqə söhbət oldu deyəsən, bilmədim, yadımdan çıxıb. Yəni Real Madrid başladı da, yəni çökməyə. İndi sual verə bilərsiniz ki, Bayern yaxşı oynadı, yoxsa Real Madrid? Mən həmişə demişəm ki, Bayern München futbol tarixinin ən underrated komandalarından biridir və bəlkə də birincisidir. Həmişə bu komandanın əziyyəti yerə vurulur. İndi Bayern Real oyununda hamı qayıdıb deyəcək ki, Real pis oynadı, Bayern yaxşı oynamadı. Yox, Bayern yaxşı oynadı.
Bayern yaxşı oynadı, Bayern Reala şans vermədi. Kompaniya Arbeloa'dan fərqli olaraq daha keyfiyyətli futbol nümayiş etdirdi və daha ağıllı oldu. Arbeloa əlbəttə ki o deyil. Arbeloa prosta belə kukla kimi gəlmişdi ora. Arbeloa məşqçi deyil. Arbeloa Real səviyyəsində bir adam deyil. Reala belə alif adam lazımdır, belə statuslu adam lazımdır. CV-sində ən azı bir nəyəsə nail olan adam lazımdır. Arbeloa'nın ən böyük uğuru El Clasico'da Dani Alves'i keçməyi olub. Yəni ondan başqa uğuru yoxdur bu adamın. Yəni hətta özü belə futbolçu kimi futbolçu olmayıb Arbeloa. Sadəcə olaraq Arbeloa'nın dönəmində İspaniya futbolunda belə güclü müdafiəçi yox idi. Ona görə o daim olaraq oynayırdı. Belə baxanda o özü belə oyunçu olmayıb, qalmış ki, baş məşqçi olsun. İndi məşqçi kimi də görək gələcəkdə nə edəcək. Gedəcək indi Arsenala, bəlkə Arsenala çempion eləyər. Nə bilim, Real Madriddə problemlər var. Real Madridin bir nömrəli problemi məncə hücumundadır. Nə qədər gülməli səslənsə də, bu komanda bu hücum xətti ilə bir şey eləyə bilmirsə, burada böyük problemlər var. Belə hücumçulardan, belə oyunçulardan nəsə etmək lazım idi. Mbappé'nin üstünə düşüblər, Vinicius'un üstünə düşüblər. Mbappé hücumçu deyil. Vinicius'la aralarında bəlkə nəsə konflikt var, bəlkə anlaşılmamazlıq var. Yəni ximiya yoxdur da bunların arasında. Gəl belə bunu boynumuza alaq. Yəni bunlardan biri getməlidir məncə. İndi Real azarkeşləri məndən daha yaxşı bilərlər. Bəlkə onlar analiz edirlər, daha yaxşı görürlər. Məncə bu iki şəxsdən biri getməlidir. Real o komandadır ki, Realda vuran 9 nömrə olub həmişə. Yəni adam lazım ki, Real anca vursun da, hücumçu lazımdır Reala. Tipik Kane kimi, Haaland kimi, nə bilim, Benzema kimi, Suarez kimi hücumçu lazımdır Reala. Real belə olmayanda oynaya bilmir. Reala belə tip oyuncular lazımdır. Mbappé avtomatik olaraq sürüşür sola, mərkəzə gəlir. O bitirici hücumçu deyil də, yəni tiran deyil o adam. O adamınki wingerli idi. Və baş məşqçi problemi olmalı. Baş məşqçi dəyişilməlidir 100% Realda. Bu Real Madrid üçün çox uğursuz bir il oldu, mövsüm oldu və onu deyə bilərəm ki, Florentino'nun beyni atıb 2 mövsümə demək olar titulsuz qalır Real Madrid. Bu Real Madrid adına biabırçılıqdır. Bu haqda daha sonra danışacağam, daha sonraki verilişlərimizdə bu haqda danışacağıq. Nəysə uşaqlar, məndən bu qədər danışdıq elədik. Təəssüflər olsun ki, bu mövsümdə biz El Clasico görmədik. Amma halbuki görə bilərdik. Mən istəyirdim El Clasico olsun. Açığı deyim, mən özüm Bayernə azarkeşlik edirdim. Az da olsa mən bunu boynuma alacağam. Yəni burada gizlədiləcək bir şey yoxdur. Hamınız bilirsiniz ki, Barcelona olmasaydı mən Bayern Münxen azarkeşi olardım. Simpatiyam var bu kluba qarşı. Amma Real'a azarkeşlik etməyimin tək səbəbi El Clasico görmək istəyim idi. Artıq bu istək alınmadı. Belə pis masa içimizdə qaldı, nəysə. Hə, sağ olsun UEFA. UEFA haqqında danışmaq istəyirəm. Az da olsa öz fikirlərimi bildirəcəm. Siz fikir vermirsiniz? Elə bir ki, UEFA Barcelona ilə Real Madridə qarşı artıq qərəzli olmağa başlayıb. Fikir vermirsiniz buna? Səbəb nədir sizcə? Səbəb Superliga ideyası ola bilər. Doğrudan da Real Madridlə elə bil Barcelonanı futboldan uzaqlaşdırmaq istəyirlər. Bu qeyri-mümkündür, buna nail ola bilməyəcəksiniz. Yəni Real Madridlə Barcelona futbolun özüdür. Yəni bir ağac təsəvvür eləyin. O ağacın kökü olmasa o ağac durmaz yerində. Onun sütunu onun kökləridir. Və futbol o ağacdır, onun kökləri də Barcelona ilə Real Madriddir. O başqa yerində, öz yerində. Amma bu Superliga ideyasından sonra, bu bəzi söhbətlərdən sonra, Florentino ilə Laporta'nın hadisələrindən sonra UEFA elə bil Barça ilə Real'a belə incikli qalıb. Qayıdıb demək istəyir ki, belə açıq deyə bilmir, üzünə deyə bilmir. Belə dolayısı yollarla demək istəyir ki, biz sizi sındırmaq istəyirik. Biz sizə buna həsrət qoymaq istəyirik. Və qərəzli qərarlar olur. Hər iki komandanın oyunda hakimlər top səviyyəli hakimlər idi. Türpe'nin özü olsun, Vinçic'in özü olsun. Bunlar top səviyyəli hakimlərdir. Amma elə absurd qərarlar verirdilər ki, oyun əsnasında adama şübhəli gəlirdi. Yəni uşaq qərarları düzgün verə bilmirdi bu adamlar. Bilmirəm, bu Barça ilə Real'a qarşı bir qərəzlilikdir, yoxsa nədir? Amma istəklərə nail olmayacaqlar. Onlar buna nail olmayacaqlar. Barça ilə Real çökməz. Barça ilə Real heç vaxt çökməz. Çünki onlar çöksə futbolun 50% çökəcək. UEFA bu sərf etməz. Əziz Barcelona azarkeşləri, kefinizi pozmayın, qanınızı qaraltmayın.
Bu mövsümdə olmadı. Gələn mövsümdə olmaya bilər. 5 ildən sonra da olmaya bilər. 10 ildə olmaya bilər. 20 ildə, 30 ildə fərq etmir. Lağ eləyənlər var bizə, gülənlər var. Belə tükümüzə də almayın. Biz bu klubu rənglərinə görə sevmişik. Bu Blaugrana rənginə görə. Bu rəng bizim üçün hər şeydir. Bu bizim uşaqlıq sevgimizdir. Bu klub bizim uşaqlığımızın bir xatirəsidir. Uşaqlıq vaxtı gəlirdik, Barsanın oyunlarına baxırdıq. İndi o sevgi böyüyüb gəlmişik, bu yaşa çatmışıq. Bu komandaya baxıb həzz alırıq. Hələ də ona görə pis oluruq, ona görə sevinirik. Çoxlarımızın bəlkə uşağı var, çoxlarımızın ailəsi var, övladları var, çoxlarımızın nəvəsi var, bəlkə bizə baxır. Amma bu klub onlara o sevgini verib. Və biz bu klubu rənglərinə görə doğrudan da sevmişik və heç bir titul bu klubu bizə bağlaya bilməz. Barcelona nə qədər uğursuz olursa olsun, mən bir o qədər klubu çox sevirəm. Barcelona məğlub olanda mən onu 2 qat daha çox sevirəm. Nəinki qalib gələndə. Yəni qalib gələndə mən bağlanıram komandaya, sevinc yaşayıram, amma məğlub olanda pis oluram, amma sevinirəm ki, mən bu klubun azarkeşiyəm. Və illərlə bu həsrət davam eləsə, mən yenə də bu klubun azarkeşi olacağam. Çünki bu mənim uşaqlıq sevgimdir. Bu kluba mən xəyanət eləyə bilmərəm. Segundaya düşsə belə, nə bilim, illərlə Çempionlar Liqası görməsə belə, nə bilim, La Liga görməsə belə, biz ən dibi görmüşük, başımıza dönüb. Bizim kimi ən dibi görən olmayıb. Ən dibi görmüşük. Barcelona'nın dominant vaxtları var idi ki, mən Barsanın oyunlarına baxmırdım. Deyirdim, ayda 5 dənə vuracaqlar. Amma Barsanın o dönəmi oldu ki, Barsa çempionatda 8-ci, 9-cu yerdə gedirdi, 2020-21 mövsümünü deyirəm. Mən ən sadə oyununa belə həvəslə, həsrətlə baxırdım ki, bu komandaya dəstək olacam, indi pis günündə yanında olmalıyam. Yaxşı günündə mən bu klubun yanında olmamışam. Ən pis günündə yanında olmuşam və inanıram ki, siz də beləsiz. Yenə də hər birinizi öpürəm, yaxşı ki varsınız, ürəyinizi sıxmayın, düzələcək hər şey. Bu komanda bir gün ayağa qalxacaq. Bu komanda bir gün elə bir yerə qalxacaq ki, hamı bu klubun dominantlığını qəbul edəcək. Özünüzdən göz olun.